Salam, bugün size Avustralya'nın en sevimli hayvanlarından biri koala hakkında danışacağım. Koalalar esasen Avustralya'nın şərq hissəsində yaşayırlar. Koalaların tükləri boz renkte yumuşak ve sıktır. Onların iri tüklü kulakları ve kara burunları var. Koalalar çok sakit ve yavaş hareket eden hayvanlardır. Onlar günde 18-20 saat yatırlar. Bu kadar çok yatmalarının sebebi yediği yaprakların az enerji vermesidir. Koalalar adeten tek yaşayır ve geceler aktif olurlar. Dişi koalaların qarınlarında balaları üçün cib olur. Balalar əvvəl cibdə, sonra ananın kürəyində gəzirlər. Təəssüf ki, son illərdə koalaların sayı azalıb. Meşə yanğınları, yaşayış yerlərinin azalması və xəstəliklər onların həyatını təhlükəyə salır. Koalalar çox sevimli, dinc və təbiətin gözəl bir hissəsidir. Onları qorumaq bizim borcumuzdur. Çünki təbiəti qorumaq, gələcəyimizi qorumaq deməkdir. Koalalar haqqında təqdimatım bu qədər. Təşəkkür edirəm.